95,6 kilometrlik avtomobil yolunu əhatə edən əsaslı təmir işlərinə artıq başlanılıb. Ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhərinin Babək məhəlləsi, 6-cı məhəllə Hacı Niyyət kənd avtomobil yolu və uzunluğu 17,5 kilometr olan Naxçıvan şəhər Səməd Vurğun, Nəcməddin Naxçıvani, Hüseyn Rəhmanov 58-ci məhəllə istiqamətində işlər icra olunur. Yolda torpaq işləri aparılır, yol əsasının möhkəmləndirilməsi və soyuducu qurğularının quraşdırılması istiqamətində işlər aparılır. Bu proses yekunlaşdıqdan sonra avtomobillərin daha rahat hərəkətini təmin etmək üçün yola 2 qat asfalt örtüyü salınacaqdır. Qeyd edim ki, layihənin sifarişçisi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyidir. İşlər Podratçı Polad Yol Yapı şirkəti və Subpodraçı Naxpro Yol MMC tərəfindən icra olunur.